Sorğulamaq bəzən əyləncəli, bəzən də çox təhlükəli bir vərdişdir. Uşaqkən sorğuluyursunuz valideynlərinizi, təbiəti, dünyanı. Bu əyləncəli prosesdir. Sorğuladıqca öyrənirsiniz. Bu gedişatda valideynləriniz sizə hazır cavablarla yardımcı olur. Məsələn, sizə deyirlər ki, bax bu günəşdir, bu aydır, bu nənə, bu isə babadır. Zamanla bu hazır cavablar sizin yaddaşınıza əkk olunur və siz yaddaşınızda əkk olunan nə varsa ona həqiqət adını verirsiniz. Sizin həqiqətiniz bərabərdir sizin yaddaşınıza. Deyək ki, dindar bir ailədə böyümüsünüz və valideynləriniz sizdən dini ritualları yerinə yetirməyinizi tələb eləyir. Sizə müqəddəslərdən bəhs eləyirlər. Tanrıdan, cənnətdən və cəhənnəmdən. Eləcə də yaxşılıq və pislikdən. Bunlar arasında seçim etməyi və hər zaman doğru yolu getməyi tövsiyə eləyirlər. Siz ibadət eləyirsiniz, işə girirsiniz, pul qazanırsınız, oxuyursunuz, qısası sizə göstərilən yola sadiq qalırsınız. Bu yol sizə görə işıqlı və təhlükəsiz yoldur. Amma bir gün getdiyiniz yolda qarşınıza döngələr çıxmağa başlayır. Qaranlıq və qorxulu döngələr. Günlərin bir günü sizdə belə bir sual yaranır. Mən neçə ildir ki, Tanrıya ibadət edirəm. Bəs bu Tanrı kimdir? Bu sualı valideynlərinizə verəndə sizi qorxudurlar ki, o haqda düşünmək olmaz. Bu, çərçivədən kənara çıxmaqdır. Siz də qorxub susursunuz, amma bir tərəfdən də içinizi yeyir. Yaxşılıq və pislik barəsində düşünürsünüz. Görəsən bir insana yalan demək nə üçün günah sayılır? Yaxud nə üçün ailə qurmalıyam? Nə üçün məktəb oxumalı və yaxud nə üçün sevdiyim qıza sadiq qalmalıyam? Nə üçün pul qazanmalı, yaxşılıq eləməli və pislikdən çəkinməliyəm? Nə üçün sizin həyat marafonunuzda atdığınız ən vacib ilk addımınızdır? Bu suala tək yaşadığınız həyatın adına illüziyalar diyarı deyə bilərik. Siz bu nə üçün sualını verdikcə fərqində olmadan illüziyalardan çıxıb qaranlıq, müəmmalı döngəyə addımlamağa başlayırsınız. Bu döngənin adı yadlaşmadır. Nədir yadlaşma? Siz sizə öyrədilənlərdən şübhə etməyə başlayırsınız. Sorğuladıqca razılaşmır, etiraz eləyir və təcrid olursunuz. Yadlaşma bərabərdir təhlükə. Yəni siz artıq təhlükədəsiz. Az sonra kütlə sizi ifşa eləyəcək. Bəs sonra? Albert Camus'un yad əsəri bu bəs sonra sualına cavab verir. Kitabın ilk cümləsi belədir. Bu gün anam öldü. Bəlkə də dünən ölüb, bilmirəm. Kitab boyu adını bilmədiyimiz bu adama Merso deyirlər. Merso orta yaşlı bir məmurdur. Tək yaşayır. Onu fərqli edən əsas cəhəti həyata qarşı laqeyd olmasıdır. Merso cəmiyyətin ondan gözlədiyi heç bir davranışı icra eləmir. Onun bir tanrısı, mentoru, yol göstərəni yoxdur. Onun arzusu, məqsədi, kədəri və sevinci də yoxdur. Mersoya görə həyat boşdur və mənasızdır. Kitabın girişində anasının ölüm xəbərini alır, amma buna heç bir reaksiya vermir. Hər kəs ondan ağlamasını, kədərlənməsini gözləyir, amma o tabutun başında siqaret çəkir, kofe içir və cənazə işlərinin tez bitməsini diləyir. Ona görə yox ki, vacib işləri var. Ona görə ki, Əlcəzair çox istidir və Merso istini sevmir. Eyni zamanda onun laqeydliyinə pis baxan insanlardan narahat olmuşdur. Bu ərəfədə köhnə iş yoldaşı olan Maria adlı bir qızla görüşür. Onunla intim münasibət yaşayırlar. Maria onu sevsə də, Merso üçün bu münasibət sadəcə intimlikdən ibarətdir. Yəni o nə dəyər verir, nə sevir, nə də nifrət eləyir. Maria ona evlilik təklif eləyir, Mersonun cavabı belədir. İstəsən evlənə bilərik, amma mənə fərq etməz. Hekayə irəlilədikcə Raymond adlı bir adamla tanış olur. Raymond əxlaqsız qadınlarla məşğul olan vasitəçidir. Yaşadığı mühitdə heç kəs ona hörmət eləmir, amma Merso digər insanlardan fərqli olaraq onun ünsiyyətdə olan yeganə adamdır. Ona görə yox ki, onu çox istəyir. Sadəcə Merso üçün bunun heç bir əhəmiyyəti yoxdur. Raymond ona dostluq təklif eləyəndə Merso belə deyir. İstəyirsən dost olaq, mənim üçün heç bir fərqi yoxdur. Ardından Raymondla dostlaşırlar. Raymondun bir dərdi var. Məşuqəsi ona xəyanət etmişdir və ondan intiqam almaq istəyir. Amma intiqam almamışdan öncə son dəfə onu evinə çağırıb təhqir eləmək niyyətindədir. Dəvət üçün məktub yazmaq istəyir, amma savadsız olduğu üçün məktubu yazmağı Mersodan xahiş eləyir. Merso yenə eyni cavabı verir. İstəsən yaza bilərəm, mənim üçün fərqi yoxdur. Beləliklə, Merso onun məşuqəsinə məktub yazır və çox keçmir ki, qız Raymondun evinə gəlir. Həmin gün Raymond qızı döyür. Raymond intiqamını almışdır.
Bu hadisə Merso ilə Raymond arasındakı yoldaşlığı gücləndirir. Bir gün Raymond Merso və Marini öz dostu gilə qonaqlığa çağırır. Yolda Raymondun məşuqəsinin qardaşları onlara hücum edirlər. Bu hadisədən sağ çıxmağı bacarırlar, amma elə həmin gün Merso tək başına sahilə enərkən onlara hücum edən adamlardan biri ilə qarşılaşır. Mersonun geri qayıtmaq imkanı olsa da, sırf sahildə uzanmaq istədiyi üçün geri dönmür. Çox keçmir ki, həmin adam onu fərq eləyir. Merso isə heç bir səbəb olmadan adama 5 dəfə tapança ilə atəş açır. Gətirdiyi səbəbi isə budur. Tapançanın tətiyi çox isti idi. Ona görə çəkmək məcburiyyətində qaldım. Qətldən sonra tutulur və həbs edilir. Merso özünə vəkil belə tutmur. Onun fikrincə, məhkəmə prosesi tez yekunlaşmalıdır, çünki məsələ sadədir. Bir adam öldürüb və cəza çəkməlidir. Məhkəmə onun yerinə dövlət tərəfindən vəkil təyin edir. Absurd komediya kimidir sanki. Oxucu qəhrəmanı anlaya bilmir. Bu adam kimdir? Burada nə işi var? Müəllif bizə nə demək istəyir? Beyində suallar fırtına yaradır. Bu suallar ancaq məhkəmə prosesi ilə yavaş-yavaş öz cavabını tapmağa başlayır. Çünki bu məhkəmədə bir qəribəlik var. Bəs qəribəlik nədədir? Məhkəmədə heç kim niyə adam öldürdün sualına ciddi fikir vermir. Niyə ananın ölümünü ağlamadın? Qəbristanlıqda niyə bu qədər soyuq davrandın? Anan öləndən sonra kinoya getmək, sevgilinlə əylənmək nə deməkdir? Oxucu çaşbaş qalır. Axı bu sualların qətlə nə dəxlisi var? Hadisə ortadadır da, qətl olub və bu aydındır. Məsələ bəsit görünür. Amma məhkəmədə cinayət yox, bir şəxsiyyət mühakimə olunur. Məhkəmə Mersonu adam öldürdüyü üçün yox, cəmiyyətə bənzəmədiyi üçün günahlandırmağa başlayır. Merso məhkəmədə hər şey olduğu kimi dürüst şəkildə etiraf eləmişdi, amma heç kim onun dediklərinə fokuslanmır. Çünki sistemin gözündə dürüstlük yox, normallıq vacibdir. Və burada artıq müəllifin bizə nə demək istədiyi aydınlaşır. Camus deyir ki, cəmiyyətin qəbul olmuş normalarına qarşı çıxan insan nə qədər zərərsiz, nə qədər səmimi olsa da, sistem tərəfindən qəbul olunmur. Əgər sən onların oyununu oynamırsansa, əgər gözləniləni eləmirsənsə, o zaman yadsan və yad insan təhlükəli sayılır. Merso yaşam tərzi və düşüncə tərzi ilə mühakimə olunur. Və ən dəhşətlisi odur ki, cəmiyyət onun həqiqi və dürüst olmağı ilə barışa bilmir. Çünki bu sistemdə məntiq deyil, uyğunlaşmaq əsasdır. Anasının yasını tutmadı, çox tez münasibətə başladı, təəssüf hiss eləmədi. Halbuki bunların heç birinin qətlə dəxlisi yoxdur. Amma bu məhkəmədə faktlar yox, emosional uyğunluq mühakimə edilir. Camus deyir, cəmiyyət həqiqəti istəmir. O, sadəcə gözlədiyi davranışa uyğun insan istəyir. Əgər sən bu oyun qaydalarına uymursansa, sən cəzalandırılacaqsan, hətta cinayət törətməsən belə. Merso yalan danışmır, maska taxmır, nə hiss eləyirsə onu deyir və elə bu davranışları onu robotlaşmış cəmiyyət üçün təhlükəli eləyir. Bu cəmiyyət fərdin öz həqiqətini yaşamasına icazə vermir. Camus'un əsas sualı budur. Fərd azad düşünə bilərmi? Əgər onun azadlığı cəmiyyətin normativlərinə uyğun gəlmirsə, o yaşaya bilərmi? Merso azaddır, amma bu azadlıq cəmiyyətin gözündə günahdır. Camus deyir ki, təhlükə Mersonun qətlində deyil. Təhlükə cəmiyyətin dürüstlüyə və fərqliliyə göstərdiyi aqressiv reaksiyadadır. Camus sanki oxucuya sual verir. Əgər sən Mersona oxşuyursansa, bu cəmiyyət səni yaşamağa qoyacaqmı? Biz kitab boyunca Mersonu başa düşə bilmirik. Ona sual veririk. Niyə bu qədər laqeydsən? Niyə heç kimi sevmirsən? Niyə adam öldürdün? Özümüzü ondan üstün hesab eləyirik. Amma fərqinə varmırıq ki, bu üstünlük hissi bizə cəmiyyət, din və ənənə tərəfindən sırınıb. Yəni biz Mersonu öz azad düşüncəmizlə yox, cəmiyyətin dili ilə tənqid eləyirik. Camus isə deyir, siz və Merso arasında heç bir fərq yoxdur. Sadəcə o cəmiyyəti qəbul etməyib, amma siz etmisiniz və elə bilirsiniz ki, azadsınız. Əslində isə siz öz həyatınızı yaşamırsınız. Bəs Merso oxucu üçün bir nümunədir? Xeyr, əsla. Merso aydınlanmamış bir xarakterdir. Bəli, o illüziyadan qopub, cəmiyyətdən fərqlənir, amma o da tam azad deyil. Çünki hələ öz həqiqətini yaratmayıb. Camus Mersonu ideallaşdırmır. Əksinə bu obraz vasitəsilə bizim içimizdəki mənəvi boşluğa işıq tutur. Çünki əgər cəmiyyətin bizə sırdığı saxta dəyərləri çıxarsaq, biz də Merso kimi qalırıq. Hər şeyə yad,
Hər kəsə yad, həyatın özünə yad. Bu mərhələ həm möhtəşəm, həm də təhlükəlidir. Möhtəşəmdir, çünki yalanlardan azad olmusan. Heç kim səni saxta dəyərlərlə idarə edə bilmir. Amma təhlükəlidir, çünki öz dəyər sistemini yaratmasan, mənəvi böhrana düşəcəksən. Merso şanslıdır, çünki o birinci mərhələni keçib, illüziyadan qopub və yadlaşma mərhələsindədir. Amma burada ilişib qalıb, irəli gedə bilmir, mənəvi süquta uğrayır. Camus deyir ki, insanın həqiqəti görməsi kifayət deyil, o həqiqətlə nə edəcək əsas sualdır. Yadlaşma mərhələsində qalan insan nə dini mənanı qəbul edir, nə də öz həyatına şəxsi bir mənəvi prinsip qazandırır. Bu boşluqda ya ruhsuz bir varlığa çevrilir, ya da qaranlıq ideologiyaların qurbanına. Camus'un çağırışı nədir? Camus istəmir ki, biz nə sistemin köləsi olaq, nə də Merso kimi hər şeyə laqeyd, içi boş azad insan. Camus deyir, illüziyaları dağıt, amma onun yerinə üsyanla, məsuliyyətlə, sevgi ilə dolu bir həyat inşa elə. Qaraqan bir kitabında yazır, vay o kütlənin halına ki, üsyanla bir şəhəri dağıdılar, amma dağıtdıqdan sonra anlayalar ki, aralarında bənna yox imiş. Bu nə deməkdir? Şəhəri dağıtmaq sistemə qarşı üsyandır, illüziyaların dağılmasıdır. Amma əgər bənna yoxdursa, yəni yaradan, fikir verən, quran yoxdursa, o üsyan bir boşluğa çevrilir. Fransız inqilabı, kral devrildi, Napoleon gəldi. Sovet inqilabı, çar getdi, Stalin gəldi. Ərəb baharı, diktatorlar devrildi, amma xaos başladı. Sistem dağıldı, bəli, amma yerinə bir şey qurula bilmədi. Və indi sual verə bilərsiniz, niyə dinlər və ideologiyalar təhlükəlidir? Niyə insan öz həqiqətini öz yaratmalıdır? Birinci səbəb hazır cavablardır. Dinlər və ideologiyalar bizə deyir, niyə yaşayırsan, necə yaşamalısan, nə yaxşıdır, nə pistir. Hamısı burada yazılıb. Bu, insanı sual vermədən çəkindirir. İnsan axtarmağı unudur, çünki elə sanır ki, artıq cavabı bilir. İkinci səbəb fərdi təcrübənin əvəz olunması. Bir insan öz ağrısını yaşamadan, öz yanğısını hiss eləmədən, hazır həqiqətə inanırsa, o artıq yaşayan deyil. O sadəcə inanan və təkrarlayan bir varlığa çevrilir. Camus'un mesajı budur. Həqiqəti kəşf elə, amma onun yerində yeni bir mənəvi sistem, özünə aid bir həyat fəlsəfəsi yarat. Yoxsa ya boşluqda ilişib qalacaqsan, ya da başqasının qurduğu bir yalanı yenidən qəbul eləyəcəksən. Digər səbəb qorxu üzərində qurulublar. Çox vaxt dinlər və ideologiyalar deyir, əgər buna inanmasan cəza olacaq. Cəhənnəm, lənət, cəmiyyətin kənarlaşdırması. Bu isə vicdanla yox, qorxu ilə davranan insan yaradır. Növbəti səbəb azadlıq yox, tabeçilik təklif eləyir. İnsan artıq öz adı ilə yox, etiketlə yaşayır. Müsəlman, milliyyətçi, inanan, partiya üzvü. İnsan fərd kimi yox, kollektiv kimlik kimi yaşamağa başlayır. Bəs insan öz həqiqətini axtarmasa nə olur? Avtomatik həyat yaşayır. O artıq kodlaşdırılmış şəkildə yaşamağa başlayır. Əvvəl təhsil al, sonra evlən, övladın olsun, ölərsən. O yaşayır, amma yaşamaqla var olmaq fərqlidir. Var olmaq, mən niyə buradayam sualı ilə başlayır. İkincisi, daxili ziddiyyət yaranır. İnsan hiss eləyir ki, öz yolunda deyil və nəticədə depressiya, əsəbilik, mənasızlıq hissi, daim narazılıq, daha çox istəyi yaranır. Çünki dərinlikdə bir səs deyir, bu mən deyiləm. Üçüncüsü, kütləyə çevrilmək. Öz həqiqətini tapmayan insan çox zaman kütlənin həqiqətini qəbul eləyir. Artıq o sorğulamır, düşünmür, sadəcə tabe olur. Tarix bunu bizə göstərib. Müharibələr, soyqırımlar, fanatizmlər, hamısı öz həqiqətini tapmamış insanların başqasının həqiqətinə kör-körənə tabe olması ilə baş verib. Camus demək istəyir ki, öz həqiqətini tap, yoxsa tabe olacaqsan. Tabe olmaq təhlükəlidir. Çünki bu zaman sən artıq oyununun oyunçusu yox, fiquruna çevrilirsən. Bugün gəncliyin iki mühüm problemi var. Ya həddindən artıq mühafizəkardırlar, dinə, axirətə, ailəyə, vətənə qarşı. Namus davası eləyirlər, cinayət törədirlər, qatı dindardırlar, özlərini təcrid eləyirlər və öz qruplarından savayı heç kəsin dediyini qəbul etmirlər. Ya da həddindən artıq dağıdıcıdırlar. İçki, seks, gecə həyatı, məqsədsizlik, mənasızlıq, yəni yadlıq mərhələsindədirlər. Heç bir şey qəbul eləmirlər. Hər şeyə etiraz edirlər və elə düşünürlər ki, bu azadlıqdır. Amma fərqində deyirlər ki, bu da bir köləlikdir. Çünki öz dəyər sistemlərini yarada bilmirlər. Azad olduqlarını düşündükləri bir məqamda bu səfər öz tiranlıqlarına kölə olurlar. Qayıdaq kitaba. Sonda Merso azadlığını itirirmi? Xeyr, azadlığa qovuşur.
Məhkəmə onu edama məhkum eləyir. Gilyotinlə başı bədənindən ayrılacaqdır. Mersu artıq ölüm qorxusu ilə üz-üzədir. Deyə bilərsiniz ki, bütün dinlər elə ölüm gerçəyi ilə üzləşməyi tövsiyə edir. Bunu Camus'un deməsinin nə fərqli cəhəti var ki? Dinlər ölümə belə yanaşır. Bu dünya fanidir, əsas həyat axirətdədir. İndi yaxşı ol, itaətkar ol, axirətdə mükafat alacaqsan. Yəni ölümü bir keçid, bir imtahan, əvəzində mükafat və ya cəza alacağın bir şey kimi təqdim edirlər. Qısacası deyirlər, öz həqiqətini yaratma, verilən həqiqətə itaət elə. Camus isə deyir, ölüm mənasızdır, həyat da mənasızdır. Amma bu mənasızlığı qəbul etdiyin anda azad olursan. Yəni, axirət yoxdur, ilahiləşdirilmiş məqsəd yoxdur, sonda heç nə yoxdur. Elə bu səbəbdən indikan dəyərlidir. Azadlıq odur ki, sən bu mənasızlığın içində öz mənanı yaradasan. Camus üçün ölüm qorxulacaq bir şey deyil, təhlükə deyil, həqiqətdir. Bu həqiqətlə barışmaq cəmiyyətin verdiyi bütün yalanlardan azad olmaq deməkdir. Belə bir sual verə bilərsiniz. Əgər həyat mənasızdırsa, niyə sıxıcı, çətin bir həqiqətə can atım? Niyə kəflə yaşamaqdan imtina eləyim? Niyə cəmiyyətə qarşı çıxım? Axı sonunda hər şey boşdur. Camus isə bu suala belə cavab verir. Bəli, boşdur. Amma bu mənasız həyatda öz mənanı yarada bilərsən, daha sağlam və faydalı şəkildə. İki insan düşünək. Birincisi deyir ki, həyat boşdur, mənə nə? Və gündəlik həyatda özünü əyləndirmək üçün narkotik, içki, seks kimi ani həzz mənbələrinə qaçır. Sosial mediada saatlarla vaxt keçirir, başqalarının həyatını izləyir, amma heç nə dəyişmir. O, içindəki boşluğu gizlətmək üçün gündən-günə daha dərin bataqlığa düşür. İkincisi isə eyni boşluğu görür, amma ona təslim olmur. O, bu mənasızlığı silmək üçün əlində olanı dağıtmaqla kifayətlənmir. Əksinə, yeni mənalar yaradır. O, cəmiyyətin gözündə yad, anormaldır. Çünki öz həqiqətini qurur və heç kimə hesabat vermir. Özünü təcrid eləyir, çətin yollardan keçir, amma azaddır. Hər dəfə ölümü və mənasızlığı qəbul etdikcə özünü daha güclü hiss eləyir. Başqa bir sual yarana bilər ki, cəmiyyət də, din də yaxşı işlər görməyi tövsiyə eləyir. Onlar da içkini, qumarı, cinayəti pis hesab eləyir. Bəli, amma burada incə bir nüans var. Məsələn, cəmiyyət din deyir ki, sevdiyin insanı qorumaq, ona sədaqətli olmaq lazımdır. Bu, yaxşı davranışdır. Amma əgər sən bunu daxildən gələn azad seçimlə yox, bunu etməlisən deyə qorxudan və ya sosial təzyiqdən edirsənsə, sən o vaxt öz həqiqətini yaşamırsan. Və yaxud bir insan cəmiyyətdə və ya dini mühitdə böyüyür, ona deyirlər ki, içki içmək pisdir, günahdır, zərərdir. Bu insan heç özündən soruşmur ki, mən içkini niyə pis bilirəm? İçki nə üçün pisdir? O sadəcə belə deyiblər deyə uyğunlaşır və içməkdən imtina eləyir. Buna görə də içində sosial qorxu və günahkarlıq olur. Nəticədə o azadlığını itirir. Yəni, Camus'un demək istədiyi cəmiyyət və dinlərin tövsiyələri doğru ola bilər, amma onları sorğu-sualsız qəbul etsən, azadlığını itirəcəksən. Özünü, öz həqiqətini tapmalısan. Yalnız o zaman bu tövsiyələr dərin mənaya malik ola bilər. Yalnız o zaman həqiqətən azad insan ola bilərsən.